Herkese salam, kanalıma hoş gelmişsiniz. Videomuza geçmeden önce Magazin Dünyası kanalımıza abone olup videonu beğenip yakınlarınızla paylaşmayı unutmayın. Müğənni Rəqsanə İsmailova həyat yoldaşı Fazil bəydən ayrılmasıyla bağlı yayılan xəbərlərə son qoyub. Rəqsanə İsmailova həyat yoldaşı və övladlarıyla video paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izlemeden önce Magazin Dünyası kanalımıza abone olup videonu beğenip yakınlarınızla paylaşmayı ve hoş sözler yazmayı unutmayın. Bir sonraki videomuzda görüşərik. Hələlik. Deyirsən ki ayrılıq hüzün, mən itirmək nədir bilirəm, mənə izah etmə. Ay sizə qurban olum. Bu arada Bala bəyə çox təşəkkür edirəm. Allah səndən razı olsun. Ay Bala, qələmin həmişə yazar olsun. Çox sağ ol ki, bu mahnını bizə verdin. Mən mahnını çox sevirdi, göndərisiz görürəm. Ay mənim gözəl xalqım, ay mənim millətim, canım, ciyərlərim, sizə qurban olum. Sizin başınıza dönüm. Siz nə yaxşı varsınız. Sizin belə hamınızın qarşınızda baş əyirəm. Bir hamınızı öpürəm, bağrıma basıram. Mənim yanımda olursunuz. Mənə bu qədər dualar edirsiniz. Mənə qol qanat verirsiniz. Sizə qurban olum. Sizin başınıza dönüm. Az ölürəm sizdən ötəri. Başınıza dönərəm sizin. Nə yaxşı varsınız. Sizin qadanız alım. Çoxdan deyirsiniz ki, bir yemək pişirmirsiniz. Yazın görüm. Ən çox nə yazılsa, həftənin bazar günü onu pişirəcəm TikTokda canlı yayımda. Yazın sizə bir yemək pişirə qəşəng